Bir dəqiqə, qırağı mı? Yox, yox. Bu yol çəkəndə bu nəzərə alınmışdı, yoxsa? Yox, yox. Abşeron rayonu Masazır kəndi Azadlıq küçəsində təxminən 2 ay əvvəl çəkilən asfalt yol çöküb və belə bir təhlükəli vəziyyət yaranıb. Xoşbəxtlikdən ölüm itib olmayıb, amma ola da bilərdi. Mən deyirəm ki, bu yol yeni çəkilib. Yol yeni Deyirsiniz ki, problem yolda deyil. Yolda Yəni problem nədədir? Yol problemi kanalizasiya xəttində. Özünüz görürsünüz ki, bu saat bura 4 maşın, 5 maşında material töksən burada dolmaz. Yəni bu yol çəkəndə bu nəzərə alınmışdı, yoxsa? Yox, yox, belə çökmələr burada yoxdur axı belə şeylər. Yeni oldu ha bu. Bu yeni olub, indi olub. Başa düşdüm. Yəni bu yol nə vaxt çəkilib? Yəni bir 2 ay olar. Ananla, 2 ay bundan öncə. Yəni bu yol çəkəndə digər qurumlarla bir əlaqəli çəkirsiniz, yoxsa necə? Bütün qurumlara məlumat verilib. Hər halda bunun altını bərk edmirsiniz, yoxsa necə? Etmişik hamısını. Görürsünüz də bəlkə məsələlər gedib hamısı. Bax bura bomboşdur yox. Bir dəqiqə, qırağı mı? Yox, yox. Hər dəfə yol çəkəndə sonra onun altını yuyub aparsa, yollar belə çökməlidir, yoxsa necə? Əziz qardaş, əgər 4 metr, 5 metr dərinlikdə kanalizasiya xətti gedirsə, biz nə bilə bilərik ki, onun altından kanalizasiya xətti onu yuyub aparacaq. Ona görə deyirəm də, digər qurumla əlaqəli işləmirsiniz. Digər qurumlara məlumat verilir ki, bizdə yol çəkilir. Asfalt prezidəniz üzəri götürülür də, düzəldir, asfalt işləri görülür. Amma altının asnavaniyası işlərin boşalmağını onu biz bilə bilmərik. Onu qurum da bilə bilməz. Qurum nə bilə bilər ki, burada yolun hissəsi çöküb. Amma bu baş verən bir hadisə, böyle bir faciə baş verə bilər burada. Məsələn, yol çökər, avtomobil düşər. Onda da deyəcəksiniz ki, biz hardan bilərdik, yoxsa necə? Yox, yox, elə şey yoxdur. Görürsünüz ki, qarşısını almışıq da, bütün tədbirlər görmüşük burada. Xırdalan Masazır Novxan avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib. Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırılması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.